Ekopark yaşayış masivində, podyezddə, elektrik şitində yanğın baş verdi. Demək, bunun da səbəbi odur ki, burada yanğın təhlükəsizliyi sıfır səviyyədədir. Aquş tellərinin olmamağı, qumların olmamağı, ehtiyat beşən qəfəslərinin olmamağı, xəsarət alanlar oldu, körpələr boğulmuşdu, qadınlar boğulmuşdu, qışqıranlar vardı, mənzildə qalanlar var idi. Hətta binadan özünü atanlar var idi, xəsarət alanlar var. Məsələn, şüşə kəsmişdi, belə hadisələr oldu. Yanğında məsələn tüstüdən boğulanlar oldu. Bizim blokumuzun qarşısında şit patladı. Biz də elə evdə oturmuşduq, gördük ki, birdən partlama səsləri gəlir. Biz də elə dəhşət düşdük, həmin dəqiqə çıxdıq elə. Özümüzü zorla qurtardıq. Bizə Ekoparkda yanğınla bağlı müraciət oldu. İlk birinci briqada Batı stansiya 1300 mikrorayon ərazisindən yönləndirildi. Onlar bir nəfər şəxs hospitalizasiya elədilər. Daha sonra 3 briqada da mərkəzdən təhkim olundu bura əraziyə. Doktorumuz Muradov İlhami doktor 3 xəstə, mən 3 xəstə baxdım, aralarında mənə müraciət edənlərdən yəni orta ağır dərəcədə dəyərləndirilmiş bronxial asma idi, tüstüdən şiddətlənmişdi, statusa girmişdi, effektiv yardım göstərildi. Bir dənə də 6 aylıq uşaq xəstəxanasına stabil idi, sadəcə nəzarət üçün hospitalizasiya olundu.